Salam dostlar, təzə video ilə sizin qarşınızdayım. Bugün Fish a Brainrot oynayacağıq. Bu oyunda Fish a Brainrot oynadı. Neyse, bu oyunda buradaki yumurtalardan alıp məndə biraz çox yumurtalar gəlir. Bu yumurtaları alıp bura koyup atsandan sonra brainrotlar, bu çıxan brainrotlar balık tutur ve levelini artırmaq olur bu oyunda. Her levelini artıranda pul da çok çoğalır. İndi məndə 14 milyarda kadar yalıqdı. İndi bu kutunu aldım, sattım. 32 milyardım oldu. İndi 32 milyarda baxıram görüm ne var. Çünkü 35 milyarda bir tane egg var, onu almaya çalışacağım. Eğer ki onu alsam ben yaşarım. O da gelse de bu değil, bu 70 milyard. He bak bu tik tak sahur. Bize de hemen bunu alınmağa bəs eləyər. Gel bunu döndürək, görək nə çıxır. Ayda 25 min de aslında yaxşıdır ama neyse de. Bir de belə bir şey var. Bu nədir? Bunu indi koyup yeməkləri alım, göstereceğim nədir bunlar. Şimdi burada belə bir şey var. Ben bunu 10 milyarda alırsınız. Bu yeməkləri də alıp buna verirsiniz. Bu level artırır, bu da balık verir. Yani her bir balık 72 min pul verdi. Şimdi gidip bakın, yani bir de bak bunu götürdüm. Şimdi sattım da. Bura kaydıram 58 milyon. Yani elə belə şey değildi. Ay kardeş sen bakın bak dostlar, size bir şey diyeyim. Bak bu hotpotlar bir tane yumurtası 50 milyardda. Sonra tik tak sahur tik tak 35'ti. Ginger uydu. Dostlar video kesse bilin ki Muhammed Serdari təzədən bir tane video çəkəcəm. Bu Esuk 5 trilyon deyib bunun bir tane yumurtası. Sonra bu 100 milyondu. Oha da bu 500 milyardı dostlar. 6-7 yumurtası da brainotu. Bu da onu da gördü 72 milyar neçə milyon. Hop. Ve zirafa celestri. Hoppa. 2 trilyonluk ve kutu. Oha, kutunun boyuna bak gaga. Bir benimkine bak, bir de bununkine bak. Benimkine böyle de öyle. Göstereceğim, video çekeceğim. YouTube kanalı falan atmışım, öyle diyeceğim. Yani siz çok böyle vereceğiniz almayın. Siz onu çok böyle vereceğiniz almayın. Ben işte onu eyledim mi? 95 milyon ay görsem ben. Ay Allah. Yine gözləyək ki dostlar, bunlar ben bu brain rotlarım, indi bunlar çalışsınlar. Bir geçeceğiz, bu tik tak sahur yumurtasını alım. Sonunda ne yiyeceğim? Rebit atacağım kanka, niye? Neyse da Xbox Egg 14. Hop, bunu da kutusuyla. Oha adamım. Ben hiç bunu almamışam. Lavaka Saturn tane sözüm almamışam. Santos Boto var. Ginger 6-7'o da var. Benim de İngiliz dilim partladı re. O pakramat mamatı var ya bunun. Bende hiç o yoktu. Bura niye boştu kanka? Neyse ana. Doldurar sonra. Bunu nerede ben bunu
Levi 33. Ekləsəm görən qəbul eləyərəm. Bax bunu level 35'e kadar gətirib deyəcəm. Olmasa qardaş bunu da kastar. Bax mən heyəcəniz onu da kastıram. Öz notlarımda bax. Ne bu sen can. Level 42 nədir qaqa? Bu da aha hatta yine restock oldu yine alın biraz. Yani bugün 10 dakika boyunca ya 10 ya da 15 dakika falan video olacaktı bu. Bu oyunu oynayacağız. Yes, level 43. Haydi. Görürsən level 45'te ne yapıyor? Neyse gel bunu satıram. Ve şükür ay qaqa, şükür ay Allah. Şükür ay Allah. Mənim 5 milyard pulum yoxdur. Ayda. Kaş bir neçə 40 milyara qədər eləyərdim. Ayda mənim yadım qurmasın hə, yadımdan çıxdı. Oy. Benim yoxmuş ki mənim. Bunu qoyuram. Bu şəkəri qaqa niyə bu qədər kastıram, heç nə almıram? İndi göstərim də. Yer get görün. Burada 150 minlik zincir sekolaq var. Ona görə də 150 minə qədər kasacağım hələ. Burada admin eventi qaqa bazar günü olacaqdı. Bazar günü canlı yayın açacağım. Başqa nə deyəcəm mən? Ne deyəcəm qaqa? Oha da qaqa bu 1 saat 10 dəqiqəyə açılır. Ya bunun vaxtını keçsəm 45 Robux. Hə, məndə heç Robux nə gəzir. Amma gələcəkdə ola bilər də. Ayda dostlar Roblox bizə çəkiliş eləyirdi. 300 milyon ayda 300 milyon oyuncu oynayır Roblox. Ona görə də bir də çəkiliş eləyirdi. Hamıya da ücretsiz veriləcəkdi. 19 özdə yanvarı. Yanvar yox, qarxdım. Ya dekabrın 19 idi ya da yanvarın 19 eləyəcəkdi, bilmirəm. Hamıya 5000 Robux verəcək. Hamıya. Kim varsa 5000 Robux. Mən onu alsam nələrə xərcləyərəm? Heç özüm də bilmirəm. Xərcləsəm qala gedərəm. Bu oyundan nəsə alıram. Bundan alıram. Ya pizzadır, ya mənlik deyil. Yox, bunlar yox. Ondansa gedib Grovo kartına zada. Ondansa gedib Steel Brainota. Ha? Dostlar, mən bir dənə burada AFK qalacağım. Mamam çağırır, tez gəlirəm. Tez gəlirəm.
Geldim dostlar. Bilmem biraz çok gittim çünkü babam nəsə danışırdı. Ama burada deyəmərəm çünkü çok belə neyse daha. Heç olmasa geldim. Gelmeseydim indi mənsiz qalmışdınız. Aslında mən niyyəti. Bana dostlar mən heç düşünmürəm ki mən gələcəkdə belə böyük bir YouTuberlardan falan biri olaram. En az belə ortaya da en az dərəcə YouTuber ola bilərəm. Ya orta dərəcə ya da en az. Amma onu bilirəm ki en az dərəcədə YouTuber ola bilərəm. Çünki dostlar edit eləmirəm. Heç nə eləmirəm. Üzümü göstərmirəm. Məsələn. Amma nə vaxtsa ya da yox. Bax dostlar, sizə deyirəm 6-cı gün, yəni birisi admin event günüm olacaqdı. Onda Grove Garden admin eventinə girəndə üzümü göstərəcəm. Yəni bəlkə tanıyanlar çıxacaq. Bəlkə elə tanıyıb da məni lağa qoyanlar çıxa bilər. Çünki mən bir dəfə çox köhnədən bir dənə YouTube kanalı açmışdım. Onda bir dənə canlı yayın çəkmişdim də. Mənim də dostum bu videonu görübdü, canlı yayını. Birdən qabağına çıxıb. Mən lağa qoyubdu ki, buna bax, canlı yayıncı da açıb. Ya mən lağa qoymarsınız da. Bax bu adamın beyci çox, amma çox qəşəngdir ha. Buna bax, sən can TikTok sahur. Ginger Sekola. Uf ay Allah. Nasıl? Uydudan kutuya bak oğlum. Kutu ne boşdu. Kaka ne kadar? Bak benimki hele o başladı. 500 milyon ölüyüf. Aha 4 milyon olduk. Bir tane böyle satak. Bizce 4 milyar dolduğu qarxdım. 5 milyar can zeyliyim rebirti atım. Bir tane flor verir. 2 tane de yer verir. Neyse ana. Keep your brain out. Okay. Ne olur ay detten ditsattan kogo. Sonra rebirti atım dostlar. Onu da birazdan xalam gilindən falan bir yerdə gedəcəyik. Amma o hələ video gəlməyəcək. Yəni xalam gilindən gedib belə video paylaşamayacağım. Məncə bax deyim neyiniyim dostlar. Bunun hamısını 30 səviyyəliyim. Nətər söhbətdir. Çünki 25 səviyyədədirlər. Hələ də belə daha yaxşı şeylər verirlər. Amma 30 səviyyədə dağılacaqdılar hə bunlar. Bayağı bir pul. 30 səviyyə. Bu onsuz da 30 səviyyədir nəysə. Bunu da 30 eləyək. Bunu da 30 eləyək. Bunu da 30 eləyək. Oha 930 min verir hə. Hani bu 175 min verir da indi. Qoy 30 eləyim. 209 min. Hər şey qəşəngdir də nə. Hamısı yaxşıdır. Hamısını elədim də bu aşağıdakilərdən hamısını 30 elədim. Yox qaqa indi yox. İndi yox. 30 eləyim hamısını ondan sonra mürey. 30. İndi bax əsas budur bax. 30 elədim 1.55 milyon. Qəşəng də. Bu da elə verəcək çünki bu ikisi bir yerdə eyni pul paylaşırlar deyəndə eyni pul verirlər. Eyni sayda pul. Pul da deməyim qaqa balıq. Balıqdırlar da. Neyse gəl bir tataq iyi. Ondan sonra da pokramat mamat. Bir de başka şeyler. Neyse. 634 milyon. Zaten de brain notlar yağacaktı.
Yuxarıda mənim neçədən yerim açıldı. O 2 dənə. Nəsə elə bir tatdığın digən çıxaq. Yəni dostlar, istədiyim hesabımı verdim, amma yeni də verirəm. Hələ də heç kim mənə istək atmayıb. Amma məni ekleyin də dostlar bir. İndi nə oynayaq? Gəl bir dənə TSB girək. Publikə girdim ya. Görəsən, yaxşı bunu eləyəcəm. Dostlar, bu videonu bunu indi görün eləyəcəm. Mesela sunucuya gireceğim. Aha, girdik. Ve indi size bütün karakterleri öğreteceğim. Yani belki elə təzə oynayanlar olabilir. Ama birden de internet de gidebilir. Çünkü internetin gitme ihtimali var. Birinci bir tane Hasan bir hərəkət var. Onu öyrəndim. Baxın. 1 2 3 sonra da hadi eləyəmədim. Baxın. 1 2 3 Məndə oyun donur. Baxın dostlar. Öyrən bax. 1 2 3 sonra da hop buna basın. Məndə olmadı. 1 2 3 hop oldu. Və bir də hoppanmaqla yumruğu basıb tutacaq belə eləyir. Gəlin karakteri öyrədim. Birinci vuruşda belə bir şey eləyir. Yəni qəşəng də bayağı hasar verir. Neysə, öldürmə animasyonu elədi heç olmasa. Öldürmə animasyonunu gördünüz. Aha, indi gəlin. Bu belə bir şey eləyir. Bu dördüncü de belə bir şey eləyir. Bir də ulti göstərəcəm sizə. Ultidən hardan atsız? Yəni burada serious mod yazır. Buna bassız ulti atır. Birincini göstərməyəcəm çünki birincini göstərmək üçün kimsə sizə vurmalıdır. Amma bunun özelliklerini belə göstərəcəm. Baxın. Hoppanmaqla vurmaya basıb tutanda belə bir şey eləyir. Bir adama qarşı eləyəndə. Ama indi gəlin ikincini göstərməsin olmasa. Birinci olmur. İkinci belə bir şeydi. Yəni bayağı bir alana kadar gidip baxın. Düz buradan o tərəfdəki yerə qədər gedir və hamıya da tek atır yəni bu. Ne koyayım bir de hemen tez ultim kasım. Uy, bunun vuruşları elə şeydi ki qaqa. Yəni deyim də tarafdan çaş-baş qalır da ki hara vursan da sən. Hələ hətta neçənci dəfədir vursan. Amma vuruşu belə saymaqla doldu. Bir tane de özellik var. Bu zibil kutusunu bir götürürsünüz. Hoppa, sonra kəlləsinə atsınız. Zibil kutusuna götürəndə dibinə girirsiniz, yumruğa bassınız, götürür. Bıraxmaq istəsəniz də atmanıza gerek yoxdur. Burada qalxına bassınız, füsüm. Yəni bu şəxsi öldürək, şəxs öldü. İndi üçüncü vuracağım, ama üçüncü biraz animasyonunuz attı. Belə bir animasyon girir. Düz qaqa yani hardan durup vurursunuzsa o tarafa gider yani full gelir. Gəlin ulti kalsın. Bu ulti de mənim bütün beynimi xarab elədi. Ha ne bu? Bıy. Ölmədi hə. Ha bir tane de özellik var dostlar. O deyim nədir? Duvar combo. Yəni divar kombosu. Donatör eləyirlər. Baxın 4 dəfə divara yaxın vurursa sonra da buna bassız. Füsüm eləyir.
Ay deden. Neyse ben de belə eləyərəm. Aha. Uf, divarda baba tiz çıxdı ha. Bu karakterin de ultisini abi gösterenden sonra öldürme animasyonlarını göstereceğim. Ne yayga? Beynimi xarab elədi. O da varım değil mi ki? Mən də elə şey aha doldu. Şimdi dostlar üçüncünü göstereceğim. Üçüncü bayağı geçenkti. Üçüncünün bayağı hem animasyon çoxdur hem de söz səsi. Gərək adamın içində olmalısınız. Olmasanız da hasar verəcəksiniz. Bakın. Olsaz da belə bir şey edir. Abi animasyon zordu bana. Hoppa. Yani bir kısmı Allah sana rahmet eylesin. Neyse bu karakter indi belədir. İndi gəlin keçək Hero Hunter. Yani kahraman avcısı. Başlama animasyon belədir. Vuruşları da belədir. Mənim yani en yaxşı oynadığım karakter indi budur. O vaxtlarım mən bu oyunu təzə başlayanda mən ən çox bunu oynuyordum. Destructive Cyborg. Sonra Ölümcül Ninja bir de o birisiləri oynuyordum. Ama sonradan işte görürüm ki cemaat KJ neydi estağfurullah. Bu Hero Hunter'dan çok güçlü oynuyor. Ben dedim koy bunu gelin bu karakteri öğrenim. Sonradan da öğrendim. Şimdi birinci belə eləyir. 4'ü basmışım çünkü 4 counter'dı. Bunu göstermek için kimse vurmalıdır. İkinci de belə bir şeydi. Şimdi 3'ü göstereyim. Şimdi gel lap birinizin öldürme animasyonuna baxaq da. Bir de dostlar. Yani öldüren değil ötür öldüren de. Yani yumruk vurur ve gerçi səhvliyle öldürsəz onu can yeniləmir. Ama bu vuruşlarla birini öldürsəz canınız az olsa. Canınız bayağı bir şekilde çoxalır. Ayda. Onu ben nətər vuramadım. Aga oyun internet çok pisdir. Aga internet pisdir. Sorry qaqa uşaqlar. Dostlar sorry üzr istəyirəm. İnternet çok pisdir ben. Görürsünüz daha internetim ölür. Vuruş atıram. Sonradan atar. Neyse ultini göstereyim. Ulti de böyle yapabiliriz. Ama oyun ölür. Dördüncüden başlayacağım. Dördüncü yakından da bir şey. Birinci. Tezden yumruk atır. Üçüncü. Böyleydi. Bundan bayağı yaşam kombinimi var. Ultisinden. İkinci kadar bir defa vurma hakkınız var. Ondan sonra vuramazsınız. Şimdi dördüncünün bir tane de böyle bir şey var. Bunun eğer ki vurandan sonra bir tane adam tutsaz. Şimdi indi ikinci göstereyim. Nerede? Dostlar ben bir tane AFK'yım yedim ben. Saldırılar geldiler.
Ay dostlar, bayaqlarını dedik, xalam geri gəlir, indi gedəcəyik. İndi düşübdülər, mam deyir. Gəlirlər. Tez mən bir dənə bir şey yiyeyim. Ayda olmadı. Neyse dostlar, səhər bu çəkdiyim videonun, yəni Testosteron Qız Battlegrounds videosunun ikincisini də çəkəcəm. Bu sefer ama public'te çekeceğim. Public deyəndə nə? Yəni başqa adamlar da olacaq. Neyse, abunə olub like atmağı unutmayın. Hələlik.